Salam əziz şagirdlər. Bugünkü mövzumuz ətraf mühit və orqanizm mövzusudur. Bu mövzuda biz işıq kirliliyi, qida kirliliyi və səs kirliliyi haqqında danışacağıq. İlk növbədə işıq kirliliyinə baxaq. Əslində işıq kirliliyinə səbəb bəzi yerlərdə hədsiz çox miqdarda işıqdan istifadə olunması və ondan düzgün istifadə olunmaması ola bilər. Əsasən də əyləncə mərkəzlərində işıqlandırmalar, xüsusən də lazerli işıqlandırmalardan istifadə olunması bir çox göz problemləri yarada bilər. Və bunun qarşısını almaq üçün bu tədbirlərə əməl etmək lazımdır. Məqsədə uyğun işıqlandırıcıdan istifadə etməli, reklam və elan işıqları gecə yarıdan sonra söndürülməli, lazer şüalandırmadan az istifadə etmək lazımdır. Və bunun üçün də mütləq evimizdə kitab oxuyarkən biz düzgün işıqlandırmadan istifadə etməliyik. Deyəlim, əgər çox zəif işıqdırsa, bunun da böyük ziyanı var. Əgər çox gür işıqdırsa, bunun da ziyanı var. Ona görə də mütləq normal işıqlandırma olunmalıdır. Keçirik qida kirliliyinə. Qida kirliliyi deyəndə biz radioaktiv kirləmədən danışa bilərik, bitkilərə verilən gübrələrdən danışa bilərik və meyvə və tərəvəzlərin düzgün yuyulmamasından danışa bilərik. İlk növbədə gübrələrlə bitkilərin böyüdülməsi prosesinə baxaq. Bitkiyə verilən gübrələr əlbəttə ki, onun inkişafı üçün çox vacibdir. Amma ondan düzgün istifadə edilmədikdə, normadan artıq verildikdə, bu təkcə bitkiyə deyil, eyni zamanda onunla qidalanan canlılara da təsir edir. Məsələn, əgər bitki ilə qidalanan bir heyvan varsa, ona da zərər vermiş olacaq və eyni zamanda həm bitki ilə, həm heyvanla qidalanan insana da zərər verə bilər. Və bununla bağlı bir çox xəstəliklər, sağalmaz xəstəliklər yarana bilər. Radioaktiv kirlənmə dedikdə isə, məsələn, atom stansiyalarında baş verən partlayışlardan danışa bilərik və bunlar uzun müddət ərzində havada, torpaqda radiasiya yarada bilər və bu mühitdə böyüyən bitkilər və eyni zamanda heyvanlar zərər çəkir və eyni zamanda onunla qidalanan insanlar və canlılar da böyük zərər ala bilər. Meyvə və tərəvəzin də yuyulmasına diqqət etmək lazımdır. Çünki meyvə və tərəvəzlərin üzərində görünməyən bir çox bakteriyalar, mikroblar ola bilər. Ona görə də düzgün şəkildə yuyulduqdan sonra meyvə və tərəvəz rahat şəkildə qəbul oluna bilər. Keçirik səs kirliliyinə. Səs kirliliyi dedikdə əlbəttə ki, yüksək səsdən söhbət gedir. Biz bilirik ki, səsin ölçülməsi desibellə, yəni desibel deyə vahid var və bu səs kirliliyi, səsin miqdarını müəyyən edir. Məsələn, bizim qeyd etdiyimiz kimi 35-65 desibel aralığında səs normal səs hesab olunur. 65-90 aralığında olan səs isə uzun zaman, yəni davamlı dinlədilərsə, qulaq asılarsa, bu zaman zərər verə bilər. Amma 90 desibeldən yuxarı səssə artıq təhlükəli səs hesab oluna bilər. Məsələn, 90 desibeldən yuxarı səslər biz nəyə misal gətirə bilərik? Məsələn, mətbəx robotunu deyə bilərik, uşağın ağlaması deyə bilərik. Bundan başqa saat zəngi əslində 90-dan yuxarı deyil, aşağıda 80-dir. O qədər də böyük ziyanı yoxdur. Yuxarı olanlara metro stansiyasında qatarın səsini deyə bilərik, motosikl, orkestr səslərini və top partlayışı zamanı olan səsi misal gətirə bilərik ki, bunlar uzun müddət təsir etdikdə insanda çox böyük təhlükə yarada bilər. Əlbəttə ki, bu eşitməklə bağlı pozğunluqlara gətirib çıxara bilər. Bundan başqa həm də yüksək təzyiqə də səbəb ola bilər. Ürək, damar və tənəffüs sistemində fizioloji dəyişikliklər yarada bilər. Bir də yuxu rejiminin pozulmasına və bununla bağlı stres, əsəbilik və diqqətsizliyin yaranmasına səbəb ola bilər. Bunun əslində qarşısını almaq üçün nələr etmək lazımdır? Çox yüksək səsə səbəb olan bəzi sənaye sahələri, sənaye müəssisələri mütləq şəhərdən kənarda tikilməlidir. Aeroportlar, dəmir yolları, yaşayış evlərindən kənarda olmalıdır. Evlərdə iki qaz şüşəli pəncərələrdən istifadə olunmalıdır ki, səs çox içəri daxil olmasın və səs gücləndiricilərdən istifadə edənlərə cərimələr təyin olunmalıdır. Bildiyimiz kimi, şəkildə gördüyümüz kimi, maşın siqnalları da yüksək desibelə aid səs sıralarına aiddir və bu da eşitmə pozğunluqlarına gətirib çıxara bilər. Bugünkü mövzumuz da bu qədər. Diqqətiniz üçün təşəkkür edirəm.